1984-cü ildə fotoqraf Steve McCurry Pakistanda Əfqan qaçqınların düşərgəsində olub. Həmin zaman SSR Əfqanistana qoşun yeritmişdi. Steve düşərgədə təsadüfən rastlaşdığı 12 yaşlı Əfqan qızının şəklini çəkir. Foto 1985-ci ildə National Geographic jurnalının üz qabığında nəşr olunur. Qeyri-adi gözəlliyə malik Əfqan qızı gözlənilmədən bütün dünyada məşhurlaşır. Əfqan xalqının azadlıq simvoluna çevrilir. Adını belə bilmədiyi bu qızcığaz McCurry'yə dünya şöhrəti gətirir. Steve McCurry 1990-cı ildə qızı axtarsa da tapa bilmir. O 2002-ci ildə National Geographic-nin bir qrup əməkdaşı ilə birgə Əfqanistana yollanır. Fotoqraf o günləri belə xatırlayır. 2002-ci ilin yanvar ayında Şərbət Gülanı tapmaq üçün Əfqanistana yollandıq. Axtarışlarımız xeyli davam etdi, amma onu tapmaq elə də asan deyildi. O zaman çəkdiyim fotosunu böyüdüb yerli sakinlərdən Şərbatı tanıyıb tanımadıqlarını soruşurdu. Fotonu çəkdiyim vaxtdan xeyli ötmüşdü. Onu tanımaq elə də asan deyildi. Xüsusilə xarabalığa çevrilmiş şəhərdə. Ümidsiz idik, geri dönmək istəyirdik. Qəfildən bir adam peyda oldu. O, qızın qardaşını tanıdığını dedi. Beləliklə hər şey dəyişdi və ümidləndik. Az sonra yaddaşıma həkk olan o qızı tapdıq. Görən kimi tanıdım. Çünki qorxu içində olan o yaşıl gözləri heç vaxt ağlımdan çıxmırdı. Yenidən onun fotosunu çəkdim. Ailəsi heç bir problem yaratmadı. Ona illər əvvəl çəkdiyim fotosundan danışmağa başladım. Dedim ki, sənin bu fotonu mən də daxil olmaqla saysız hesabsız insanın həyatında dərin iz buraxıb. O zaman mənimlə bir neçə mütəxəssis də getmişdi. Kompüter vasitəsilə Şərbatın gözlərini yoxladı. Müəyyən edildi ki, o doğrudan da fotosunu çəkdiyim həmin qızdır. Fotoqraf yenidən onun fotosunu çəkir və bu foto 2002-ci ildə National Geographic-nin üz qabığında yayımlanır. Steve McCurry fotodan əldə etdiyi pullar hesabına Kabildə məktəb tikdirir. Məlum olur ki, SSR Əfqanistanı bombalayanda Şərbət yaxınlarını itirib və Pakistana sığınıb. 13 yaşında ərə gedib və 3 qızı var. O öz məşhur fotosunu heç vaxt görməyib. National Geographic onu yenidən gündəmə gətirir. Ailəsinə maddi yardım edir. Şərbətin Pakistanda taleyidək keşməkeşli olub. 2016-cı ildə saxta pasporta görə həbs edilib. Ölkədən deportasiya edilib və 35 il sonra yenidən Əfqanistana qayıdıb. Burada hörmətlə qəbul edilib. Şərbət Gülan açıqlamalarının birində deyir ki, əvvəllər bu fotonun gətirdiyi şöhrəti sevmirdi. İndi isə bu fotodan gələn pulla dul və yetim qalmış çox insana kömək edirəm. Bu da məni sevindirir, qürurlandırır.